Bəlkə bir son şans kimi xəstəni bu əməliyyat eləsək qurtarmaq şansımız olacaqdır. Amma bu vəziyyətdə olan xəstələrə kimsə yaxın gəlməyəcək və kimsə də bunu əməliyyat eləmək istəməyəcək bu dediyiniz qınaqlara görə. Səhv edən həkimi linç et mədəniyyəti sizcə bizi hara aparır? Mən deyim hara aparır, çox pis yerə aparır. Çünki daha ağır xəstəliklər var. Məsələn, ürək qüsurları var bizim sahədə və yaxud da ki, bir çox ağır patologiyalar var. Bu patologiyalarda dünya statistikasında ölüm faizi çox yüksəkdir. Amma bəlkə bir son şans kimi xəstəni bu əməliyyat eləsək qurtarmaq şansımız olacaqdır. Amma bu vəziyyətdə olan xəstələrə kimsə yaxın gəlməyəcək və kimsə də bunu əməliyyat eləmək istəməyəcək bu dediyiniz qınaqlara görə və daha yüksəklərə biz inkişaf eləyə bilməyəcək. Həkimləri sadəcə bu qınaqlardan, məhkəmə prosedurlarından uzaqlaşdırmaq və ya kimsə də bu xəstələrlə ağır olan bir durumlarda kimsə də yaxın gəlmək istəməyəcək. Ona görə də yəni qəbullanmaq lazımdır ki, ölüm dünyanın hər bir ölkəsində baş verir. Burada səbəblər aydınlaşdırmalıdır. Nə səbəbdən, tibbi səbəbdən və yaxud da ki, xəstəliyin ümumiyyətlə ölüm faizinin yüksək olması səbəbindən. Deyək ki, onkoloji xəstəlikdən bir xəstə dünyasını dəyişirsə, bunu az qala normal qəbul edirik, ola biləcək bir şey kimi qəbul edirik. Ürək səbəbindən olan ölüm baxmayaraq ki, onkologiyadan nə qədər qorxuruqsa da, ürək-damar xəstəlikləri dünyanın inkişaf eləmiş ölkələrində birinci yerdə gəlir. Və ürək-damar səbəbindən xəstə ölürsə, burada həkim səhvi kimi qələmə vermək lazım deyil. Bu dünyanın hər yerində, xüsusilə inkişaf eləmiş ölkələrdə birinci yerdə gəlir ürək-damar səbəbi ilə ölüm. Yəni, bu lüzumsuz iddialarla həkimlərin inkişafının qabağı alınır.